Ola bilsin performansın dəyərləndirilməsində detalları deməyə bilərsiniz əməkdaşa. Çünki biraz onun ölçü vahidi, meyarlar çətin ola bilər. Siz özünüz təxmini meyarlar qoya bilərsiniz. Onun hər meyarı deməyə bilərsiniz ki, hər şeydə bazarlıq aparmasın. Yox, bundan sən 50 manat verdin, bundan 20 manat verdin, buna niyə 20 manat verdin, buna 50 manat verdin deyə bazarlıq aparılmasın deyə özünüzün meyarlarınız olsun, o meyarlara görə. Amma satış məsələsində belədir ki, fiks bir şeylər olmalıdır bəzi məsələlərdə. Amma sırf ticari şirkətlərdə, kiçik şirkətlərdə əsasən bu yanlışlıqlar olur. Fiks bonuslar yazılır. Yəni satışın 2%. Amma ola bilər. Amma burada bir çox məqamlar var. Neçə də müştəri var səndə, hansı müştərilərə baxırsan? Çünki o müştəriləri tamamilə sən kapsaya əhatə edə bilirsənmi? Məsəl üçün, bir əməkdaşa verilir şirkətin bütün müştəriləri, sənin satışından 2%. 2 nəfərdir, 1 nəfər əməkdaş çıxdı, sonra bütün müştərilər qalır buna kimi. Belə bir məsələlər olur. Və burada biraz başdan sona şeyli olur, idarəetmə olur. Burada yanlışlıqlar var. Yəni, fiks bonusun üzərinə hesablanma olunması. Biraz təhlükəlidir. Burada necə tətbiq oluna bilər? Mütləq şəkildə baxılmalıdır ki, əməkdaş bu nə qədər müştəriyə çatdıra bilir. Tamam. Aylıq hədəf mütləq şəkildə müəyyən olunmalıdır.